Əzizlərim, Dilarə Kəskinin daha bir kitabını bitirdim. Ölülər Konuşamaz. Dilarə Kəskinin 3 əsərini, 4 kitabını oxumuşam. Niyə 4 kitabını? Birinci kitabı Pandora'nın Kalbi, birinci, ikinci isə, yəni 2 kitabı idi, amma bir əsərdir. Üçüncü hissəsini bildiyim qədər yazır. Gözlədiyim isə Pandora'nın Kalbidir. Çünki onu ikisini bitirmişəm. Çox maraqlıdır. Fantezi janrındadır. Nəysə, keçdik öz mövzumuza. Ölülər Konuşamaz. Bir bölüm keçmişə, bir bölüm gələcəyə qayıdır. 2005-də olan hadisələr və 2016-da. 2005-də bir liseydə oxuyan bir yoldaşlar qrupunun aralarında sevgi, məhəbbət, xəyanət, nə desəz var. Bir üzvü Gökçə bilinməyən şərtlər daxilində öldürülür. Və elə də qapanılır, çünki qatil tapılmır. 11 il sonra yenidən eyni qətil baş verir. Qatil kimdir? Və Yankıya, Öykünün rəfiqələrindən, o yoldaş qrupunun içindən birinə Yankıya sanki Gökçənin ruhu rahatlıq vermir. Qatil kimdir? Bu qruplarda olan Hakan, Alper, Erdem, çox iğrənc bir xarakterə malik olan, amma ən sonunda peşman olub öz bəxtini tapan, taleyini tapan, yadınızda saxlayın. Əgər insan həqiqətən peşmandırsa, o bağışlasaz yaxşı olar və bağışlanır. Mən də həmişə edirəm, əgər həqiqətən qarşındakı peşman olub üzr istəyirsə, halallıq istəyirsə, amma xalaq-xətrin qalmasın, qal içki, baş ağrısı olmasın deyə üzr istəyirsə, onu mən bağışlaya bilmirəm. Nəysə, və öz xoşbəxtliyini, sanki peşmanlığının Allah tərəfindən xoşbəxtliyini tapır. Qatil kimdir? Hakan, Gökçənin ölümündən qabaq biraz dalaşıb küstüyü Alper, amma bir-birlərini dünyalarca sevən Alper, hansı ki daha sonra evlənmiş və qızına Gökçə adı qoymuş və bunun həyat yoldaş keçmiş sevgisinin adını öyrəndikdə boşandığı Alper, Erdem, hər zaman Yankıya aşık olan Erdem və yaxud bu yandan Yankıya aşık, həyatına Yankı ilə bağlamaq istəyir, Buse ilə ona xəyanət edən Hakan, Buse'nin özü, kim? Bəlkə də ana dediyi, sonra incidiyi Zeynəb, xalası və yaxud xalası oğlu Səmih, bəlkə də taciz edib buna görə evdən ayrılan xalası əri Murad. Gözəl kitab yazıb ki, sonuna can tam olaraq aydınlaşdıra bilmirsiniz ki, o Gökçənin qatili kimdir, amma şok bir sondur. Hələ o Alper'in morg səhnəsi bir ayrı anlam daşıyır. Nəysə, əzizlərim, çox maraqlı kitabdır. 2005-ci il və 2016-cı illərdən əsər bəhs edir, amma bir xəyal ürünüdür, xəyal istehsalıdır. Yəni, heç bir real hadisələrə dayanmır. Sadəcə oxumağa dəyər.